Rəhman və Rəhim olan Allahın adıyla. Son 6-7 il ərzində mənim istər burada, istər İrşad Hüseyniyyəsində, istərsə də digər yerlərdə ümumi çıxışlarımda iştirak edən hörmətli cənablar bilirlər ki, mən həmişə ərəb dili kurslarının açılmasını təkidlə vurğulamış və bu məsələnin zəruriliyini dönə-dönə xatırlatmışam. Dəfələrlə bildirmişəm ki, uşaqlara, yeniyetmələrə, gənclərə və digər müsəlmanlara ərəb dilinin təlimi, öyrədilməsi bütün dini müəssisələrin, məscid və hüseyniyyələrin, dini qurum və təşkilatların ən ümdə vəzifələrindəndir. Buna dair əlimdə çoxlu sayda sübutlar var ki, sizlərin diqqətini məsələyə yönəltmək üçün onların bir qismini sadə şəkildə burada açıqlayacağam. Birinci dəlil. Ərəb dili dini kimlik prizmasında. Dinimizin dili. Ərəb dilinin öyrənilməsini zəruri edən birinci dəlil budur ki, ərəb dili biz müsəlmanların dininin kitabı, Qur'anın və dinimizin dilidir. Fars dili biz İranlıların milli dili, ərəb dili isə dini dili sayılır. Çünki biz müsəlmanıq, öz dilimizə bağlıyıq. Və Quran-ı Kərim də bizim müqəddəs kitabımızdır. Quran-ı Kərim və digər səmavi kitabların fərqi. Quran-ı Kərim bir sıra özəllikləri ilə digər səmavi kitablardan fərqlənir. Onlardan biri budur ki, Quranın sözləri də onun möcüzəliyinə daxildir. Yəni, heç bir dinin kitabının Quranda olduğu kimi sözlərinə xüsusi olaraq fikir verilməyib. Sadəcə məzmunu əsas götürülüb. Götürək Həzrət Musaya nazil olan Tövratı, yaxud Həzrət İsa'ya endirilən İncili, ya da hər hansı bir peyğəmbərin gətirdiyi kitabı. Görürük ki, o kitabların məqsədi məna və məzmun çatdırmaq olmuşdur. Sözlərə və söz gözəlliyinə, incəliyinə və sözlərin daşıdığı xüsusiyyətlərə əhəmiyyət verilməmişdir. Yəni, mənanın və məzmunun hansı söz və ifadələrlə çatdırılması önəm daşımamışdır. Amma Qur'an yerə enən sonuncu və əbədi bir kitab olduğuna görə, ilahi hikmət ilə onun çox yüksək məzmun və mənasından əlavə, sözləri və cümlələrinə də əhəmiyyət verilərək Peyğəmbərimizə nazil olmuşdur. Təkcə mənası deyil, elə sözləri də hazırlanmış və sevimli Peyğəmbərimizə nazil olmuşdur. Elə həmin 2 dərs bundan qabaq təfsir dərsində iqra sözü üzərində düşünərək əldə etdiyim nəticəni iştirak edən dostlara deyirdim ki, baxın, Quranın ilk ayəsi iqra, oxu feili ilə başlanır. Burada bir mətləb budur. İqra, oxu. Oxumaq sözü o vaxt deyilir ki, oxunmasına əmr edilən yazı əvvəlcədən hazırlanmış olsun. Yəni, ey Rəsulum, əvvəlcədən hazırlanmışı oxu. Demək, Qur'an Allah Rəsuluna nazil olmamışdan qabaq vəhy aləmində hazırlanmış, nizama salınmış, söz xüsusiyyətlərinə, cümlə quruluşlarına diqqət edilmiş, sonra Peyğəmbərə oxunmuşdur. Bu zaman sözlər ehtiva etdiyi xüsusiyyətlərlə bərabər özünə məxsus gözəlliklə tələffüz olunmuş olur. Belə ki, ərəb dili ilə yaxından tanışlığı olan bir şəxs İslamdan öncəki, sonrakı və İslamın ilk əsrlərindəki mətnləri, hətta Quranın bütün elmlərinə sahib və ərəblərin içində öz güclü natiqlikləri ilə seçilən, məsum imamlardan yadigar qalmış, məsələn, Həzrət Əlinin Nəhcül Bəlağə və İmam Zeynəl-Abidinin Səhifə-i Səccadiyyə kitablarını, xütbə və duaları Quranla müqayisə etsə, görəcək ki, Quran bambaşqadır. Onun özünə məxsus, bənzərsiz dili var. Yer üzünə bu özəllikdə ikinci bir kitab nazil olmamışdır. Bu haqda geniş danışmağa imkan yoxdur. Nəhcül Bəlağədə Həzrət Əli fəsahət və bəlağət meydanında at səyirdir və bəzi məqamlarda sözlərinin içində Qur'an ayələrindən şahid kimi istifadə edir.
Görürsən ki, Qur'an ayəsi onun sözlərinin içində parlayır. Həzrət Əlinin kəlamları nə qədər dərin məzmunlu və gözəl biçimdə olsa da, yenə Qur'an ayəsi kimi deyil. Hiss eləyirsən ki, bu ayrı söz, o ayrı sözdür. Sonrakı dövrlərdə dost düşmən də Qur'anın danışıq üsulunu yamsılamağa çalışsa da, bacarmayıb. Demək, bizim səmavi kitabımızın belə bir xüsusiyyəti var ki, sözlərin özü belə onun möcüzəsinin bir hissəsini təşkil eləyir. Yəni, o Allah tərəfindən möcüzəli şəkildə nazil olub. Biz Qur'ana və İslama bağlı olduğumuza görə, İslam möcüzəsinin yazıldığı, İslamın nazil olduğu dilə etinasızlıq göstərə bilmərik. Mənim fikrimcə, insan ərəb dilini yaxşı bilmədikcə, İslam mətnlərini və məfhumlarını yaxşı qavraya bilməz. Dillərin yaranması və inkişaf yoluna qısa bir baxış. Götürək öz dilimizi. Bu dil Sədinnindirmi? Təkcə Hafizindirmi? Xeyr. Mövlananındırmı? Təkcə Firdövsünün, yaxud Sənaninindirmi? Xeyr. Əttarındır? O da xeyr. Bəs kimin dilidir? Bu dil yüzlərlə şair və yazıçıların yazıb yaratmalarının nəticəsində yaranmış bir dildir. Sədi, Firdövsi, Hafiz olmasaydı da bu dil olacaqdı. Mövlananın Məsnəvisi olmasaydı da bu dil olacaqdı. Demək istəyirəm ki, bu dili onların heç biri təklikdə yaratmamışlar. Onların hər birinin dilin formalaşmasında öz payı var. Yalnız bir dil var ki, əgər bir kitab, Qur'an olmasaydı, o dildən bugün əsər əlamət qalmazdı. Qalsaydı da, geri qalmış, heç yerdə adı çəkilməyən 100-cü dərəcəli dillər sırasında qalardı. Bu, ərəb dilidir. Qur'an ərəb dilini dil etdi. O, millətlərə yox, millətlər ona mənsubdur. Ərəb dili ərəb millətlərinə yox, ərəblər ərəb dilinə bağlı millətlərdir. Ərəblər həmin dil ətrafında birləşmiş müxtəlif millətlərdir. Sizin Misirli, Suriyalı, Əlcəzairli, İordaniyalı, İraqlı, Mərakeşli, Tunisli və s. adlandırdığınız ərəblərin hamısı Qur'anın dilinə görə ərəb olublar. Adlarını çəkdiyimiz millətlərin hamısı İslamı qəbul elədikdən və Qur'ana iman gətirdikdən sonra ərəb olublar. Onlar ərəb soylu deyillər. Ərəb dili onlara yox, onlar ərəb dilinə bağlı millətlərdir. Əsl ərəblər yalnız Hicazlılar və Yəmənlilərdir. Bizim səhvimiz ərəb dilini Misirlilərə, Əlcəzairlilərə və digər ərəb dövlətlərinə aid etməyimizdir. Xeyr, onlara aid deyil. Ərəb dilinin bizə aidiyyatı hansı həddədirsə, elə onlara da aidiyyatı o həddədir. Onlar başqa, fərqli millətlərdir. Müsəlman olduqdan sonra bu dildə yazıb yaratmış, öz ana dillərini unutmuş və bu dil onların öz dillərinə çevrilmişdir. Bu səbəbdən ərəb dili onların dininin dili olduğuna görə onu öz dilləri bilirlər. Hamımız müsəlmanıq və ərəb dili İslamın və Qur'anın dilidir. Bu baxımdan ərəb dili Hicazlıların da deyil, Yəmənlilərin də dili deyil. Bu dil Qur'anın dilidir. Hansı millət iddia edə bilər ki, Qur'an bizimdir? Nə Hicazlılar, nə Yəmənlilər, nə Misirlilər, nə də digər ərəb dövlətləri deyə bilməz ki, Qur'an təkcə bizimdir. Qur'ana aid olan bir dili də heç bir millət özünə məxsus edə bilməz. Ərəb dili beynəlxalq İslam dilidir. Bax, buna görə də biz dini zərurilik baxımından bu dilin öyrənilməsini zəruri bilirik. Bu məsələ istismarçı mədəniyyətlərin ərəb dili əleyhinə apardıqları işləri nəzərə aldıqda daha ciddi şəkil alır. Mən başa düşə bilmirəm. Məktəblərimizdə tədris olunan ərəb dilinin bu şəkildə tədris olunmasının içində nə müəmma var? Ərəb dili elə keçilir ki, heç keçilməsə ondan daha yaxşı olardı.
Şagirdlərə ərəb dili elə tədris olunur ki, sonda heç kəs ərəb dilini öyrənə bilmir. Hamı ondan bezir, qorxub qaçır. Şagirdlər üçün ərəb dilini öyrənmək dağ çapmaqdan ağır olub. Ümidvaram, bu məsələ savadlı və mütəxəssis kadrların səyləri nəticəsində öz həllini tapacaq, uşaqlar ərəb dilindən qorxub çəkinməyərək onu mükəmməl şəkildə mənimsəyəcəklər. İkinci dəlil. Ərəb dili milli kimlik prizmasında. Milli mədəniyyətin dili. Bu dəlil çox mühümdür. Düzünü bilmək istəsək, əslində ərəb yaxud fars mədəniyyəti deyilən bir şey yoxdur. Həqiqət budur ki, bizim iki çöhrəsi olan bir İslam mədəniyyətimiz var. İslam və ərəb, İslam və fars, İslam və türk, İslam və urdu və s. İslam mədəniyyətinin ruhunu tanıyan bir mədəniyyətşünas yaxşı bilir ki, bu mədəniyyət müxtəlif dillərdə cilvələnmiş bir mədəniyyətdir. Bu cilvələrdən biri fars dilidir. İndi siz bu mədəniyyətin adını fars dili çöhrəsində cilvələnmiş İslam mədəniyyəti ya da nə qoyursunuz qoyun, fərqi yoxdur. Hər halda bugün əzəmətli, möhtəşəm bir mədəniyyətin şahidiyik. Mən sizdən soruşuram, ərəb dilini bilməyən bir şəxsin fars, türk mədəniyyətini öyrənməsi və anlaması mümkündürmü? Dərin mənalı, başa düşülməsi çətin əsərləri, Məsnəvini, Sənanini, Nasir Xosrovu qoyaq kənara. Götürək Sədinin əsərini. Sədinin qələmi başqalarına nisbətən sadədir. Ərəb dilini bilməyən şəxsin Sədinin külliyyatını yaxşı başa düşməsi mümkündürmü? Mən hələ onun bir misrası fars və bir misrası da ərəbcə olan şeirlərini demirəm. Sədi ərəb dili və mədəniyyətinə dərindən yiyələnməsəydi, Sədi olmazdı. Onun yaradıcılığını yaxından izləyənlər bilirlər ki, o elə əslində ərəb-İslam mədəniyyəti ilə boya-başa çatıb. Hətta onun şeirlərində istifadə etdiyi sözlərə baxanda görürük ki, yaradıcılığı İran mühitinə yox, ərəb mühitinə uyğun gəlir. چشم بدت دور باد ای بدیع شمایل ماه من و شمع جم و میر قبایل. Uzaq olasan yaman gözdən, ey gözəl üzlüm, ayımsan, dost məclisinin şamı, tayfaların tacısan. Mir qəbail sözü ərəb sözüdür. Sədinin yaradıcılığında belə sözlər çox müşahidə olunur. Məsnəviyə baxsaq, belə sözlər həddən artıqdır. İslam mədəniyyətinin düşmənləri. İndi bu mədəniyyətə düşmənçilik eləyənlər çalışırlar ki, mövcud fars mədəniyyətini məhv eləsinlər. Ona görə ki, onlar əslində əsl İslam mədəniyyəti ilə düşməndilər. Siz onların təklifinə bir baxın. Yoldaşlar, çox sadə bir təklifimiz var. Gəlin inkişafımız naminə əlifbamızı dəyişək. Bizim bütün geriliyimizin baiskarı bax bu əlifbadır. Gəlin Latın əlifbasına keçək. Türkiyənin bu əlifbaya keçəndən sonraki inkişafı göz qabağındadır. Ondan sonra da təklif eləyirlər ki, dilimizdən ərəb terminləri çıxarılsın. Heç bilirsinizmi bu nə ilə nəticələnəcək? Bir-iki nəsil keçəndən sonra ərəb dili ilə işim yoxdur. Fars dilində yazılmış 1000 illik tarixə malik əsərlərini, hətta Sədinin Gülüstanını belə məktəbi qurtarmış bir şagirdin, yaxud universitet tələbəsinin qarşısına qoysaz, oxuyub başa düşə bilməyəcək və öz babalarının keçmişini, dilini anlamayacaq. Deyirlər ki, bizi qərb dünyasında həzm etdirmək üçün bundan gözəl nə ola bilər ki? Onlar öz ingilis dillərini başqa millətlərə qəbul etdiriblər. Bunu dərk eləməyən nadanlar durub deyirlər ki, bunun bir eybi var, nə olacaq ki? Öz dilimizi, əlifbamızı dəyişək, az-çox mədəniyyət və dilləri ilə tanış olduğumuz inkişaf eləmiş millətlərə qoşulaq. Bilirsiniz bu zaman kimə bənzəyərik? Ata-anası bəlli olmayan, küçələrə atılmış və yetimxanada böyümüş uşağa. Yetimxanada böyüyür, nə atasını, nə də anasını tanıyır. Öz ata-anası barədə soruşulan suallara cavab verə bilmir. Atan kimdir? Bilmirəm. Anan kimdir? Bilmirəm. Çünki valideyni ilə bağlılıq ipi qırılıb.
onu böyüdən ailəyə bağlanıb. Deyir ki, böyümüşəm, bu kişini, bu qadını görmüşəm. Onlar bizi ata-anasından xəbərsiz bir uşağa çevirmək istəyirlər. Hər bir millətin ata-anası onun keçmiş mədəniyyəti və tarixidir. Bizi keçmişimizdən qoparmaq üçün yaxşı təklif eləyiblər. Ərəb sözlərini çıxaraq. Necə yəni ərəb sözlərini çıxaraq? Sədi də elə bugünkü həm ərəb və həm də fars sözlərindən təşkil olunmuş fars dilində yazıb yaratmış və bu səbəbdən güclü bəyana malik olmuşdur. O həm ərəb və həm fars sözlərindən istifadə etdikdə sanki sözlər əlində muma dönür. İlk görəcəyimiz iş Sədinin mənsub olduğu ailəni tanımağımızdır. Yaxşı, deyək ki, Firdövsi öz yaradıcılığında ərəb sözlərindən az istifadə edib. Axı təkcə onunla dilimiz dil və mədəniyyətimiz mədəniyyət olmaz. Yoxsa Hafiz Dəmi anlamayıb? Siz Hafizin şeirlərini oxusaz, görəcəksiniz ki, onun ilk şeirinin həm ilk və həm də sonuncu misrası ərəb dilindədir. Əla ya əyyuhəs saqi ədri kəsən və navelha ki eşq asan numud əvvəl vəli oftad müşkilha. Yenə də sonuncu misrası ərəbcədir. Huzuri گر همی خواهی از او غایب مشو حافظ متى ما تلق من تهوی دع الدنیا و احملها. Ey Saqi, badələri dolandır və doldur. Eşq asan idi əvvəl, başlandı sıxıntılar. Huzur istərsən əgər, olma qafilsən, Hafiz. Liqa istərsən əgər, burax dünyanı, boşla. Belə şairlərimiz olduğu halda biz neynəməliyik? Hafizi öpüb kənara qoymalı, Sədini öpüb qırağa qoymalı, Məsnəvini öpüb taxtçıya qoymalı, ümumiyyətlə nəyimiz varsa bir qırağa qoymalı, Şekspiri oxumalıyıq. Daha bizim axırımız çatar ki, daha ondan sonra İranlı olduğumuz belə yadımızdan çıxar. Hələ qalsın müsəlmanlığımız. Beləliklə, əgər bizim doğrudan da öz mədəniyyətimizə sevgimiz varsa, bir millətin müstəqil şəxsiyyətinin yaşaması, onun yeni mədəniyyətini öz keçmiş mədəniyyətinin üzərində qurmasıdır. Beləliklə, əgər bizim doğrudan da öz mədəniyyətimizə sevgimiz varsa, mütləq ərəb dilini öyrənməliyik. Bir millətin müstəqil şəxsiyyətinin yaşaması, onun yeni mədəniyyətini öz keçmiş mədəniyyətinin üzərində qurmasıdır. Belə olmasa, millət məhv olar, əriyər, yetim qalar. Bu baxımdan da olsa, ərəb dilini öyrənməliyik. Yəni, ərəb dilini dinin yox, hətta millətin milli mədəniyyətinə görə də olsa, öyrənmək zəruridir. Yoxsa nə bir müsəlman kimi və nə də bir millət kimi mövcud olacaq. Məsləhətli yalan. Bir müddət öncə qəzetdə Mühit Təbatəbainin, Allah onu qorusun, geniş biliyi olan alimlərdəndir. Fars dilindən ərəb lüğətlərini çıxaraq adlı bir məqaləsi getmişdi. Bəzən onun məqalələrində çox gözəl mətləblərə şahid oluram. Bir dəfə onun millətinə xəyanət eləyən ünsürlərlə bağlı 2 məqaləsi çıxmışdı. Bir yerdə demişdi ki, düşmənlər Sədinin əsərlərinin məktəblərdə şagirdlərə tədris olunmasına qarşıdırlar. Onlar deyirlər ki, Sədinin şeirləri şagirdlərin tərbiyəsini korlayır. Ona görə ki, o fitnə törədən düzü söyləməkdənsə, məsləhət olan yerdə yalan danışmağın lazım olduğunu yazmışdır. Busa uşaqlarda yalan söyləməyə maraq yaradır. Çox qəribədir. Yazıq Sədi bu sözləri şərh eləyərək yazdığı bir əhvalatın içində söyləmişdir ki, şəxsi mənfəətə görə yox, məsləhətə görə yalan danışmaqdan söhbət gedir. İnsan bəzən öz şəxsi mənafeyinə, bəzənsə ictimaiyyətin xeyrinə yalan danışır. Sədi belə yazmışdır. Günahsız bir şəxsi bir padşahın hüzuruna gətirirlər. Padşah ona ölüm hökmü çıxarır. Günahsız şəxs bunu eşidib padşaha söyməyə başlayır. Padşah soruşanda ki, o nə deyir? Xeyirxah bir vəzir deyir. Şah sağ olsun deyir ki, qəzəblərini yatırıb xalqı bağışlayanlar.
Orada bunların istədiyi doğrunu danışan xəbis bir vəzir deyir: Padşahın huzurunda yalan danışmaq doğru deyil. Biz gərək düz danışaq. O padşaha söyürdü. Padşah da ağıllı adammış. Deyir, onun məsləhətli yalanı sənin fitnə fəsad törədən düzlüyündən daha yaxşıydı. Yaxşıdır məsləhətli yalan, fitnə salan doğrudan. Yaxşı, necə bilirsiniz? Məsələn, mən küçədə olarkən bir nəfər günahsız yanımdan keçərsə və arxasınca onu öldürmək istəyən bir şəxs gələrək məndən belə bir şəxsi görüb görmədiyimi soruşarsa, mən doğru danışan adam olduğuma görə deməliyəm ki, o tərəfə getdi, ged öldür. Çünki yalan danışmaq olmaz. Söhbət günahsız bir şəxsin nicatından, bəşəriyyətin məsləhətindən gedirsə, məsələ kökündən dəyişir. Cənab Mühit yazmışdı ki, İngilislər o vaxt Hindistanda məktəblərə gəldikləri vaxt Sədinin Gülüstanının çapını qadağan eləmişdilər. Dəlilləri də onun şagirdlərinin tərbiyəsini korlayan məsləhətli yalanı idi. Amma elə ki məsələ araşdırıldı, məlum oldu ki, sən demə onların əslində dərdi başqaymış. Çünki Sədi Gülüstanın başlanğıcında yazıbmış ki, ey kəramət sahibi, başı bağlı xəzinəndən tərsayə də, qəbrə də bol ruzi verirsən. Düşmənlərə belə nəzər salan zamanda dostlarını yəqin ki unutmazsan bir anda. Bu şeir onları vəhşətə salmışdı. Çünki Hindistanlı şagird məktəbdə öyrənsəydi, o vaxt orada fars dili də tədris olunurdu. Oyansaydı ki, şeirdəki tərsa xristiyandır, ayılacaq və istismarçı ingilisləri Allah düşməni biləcəkdi. Beləliklə də şagird elə indidən özündə onlara qarşı düşmənçilik toxumu yetişdirəcəkdi. Varlığı düşmənə qarşı nifrətlə dolan şagird bir gün durub deyəcək ki, Allah düşməni bizə nə üçün hökumət eləməlidir? Bunu düşünən xaricilər demədilər ki, Sədi bizi düşmən kimi təqdim eləyib, məsləhətli yalanı bəhanə gətirdilər. Görürsünüzmü, düşmən öz işlərində necə zirəkdir? Bəs biz nə üçün belə olmayaq? Mənim çıxışım burada sona çatır. Ümidvaram ki, əziz qardaş bacılar, öncə dini bir vəzifə, sonrasa milli vəzifə olduğuna, həmçinin İslam mədəniyyətini, milli mədəniyyəti qorumağa görə ərəb dilini mükəmməl şəkildə öyrənəcək, bununla da ərəb mətni və mənbələrindən bəhrələnəcək, Qurani Kərimi, Nəhcül Bəlağəni, Səhifəyi Səccadiyəni, həmçinin Əbu Həmzə Sumali kimi duaları oxuyub mənəvi həzz alacaq, namaz qılarkən onun həzzini duyacaq, hüzuri qəlb tapacaq və ibadətlərində, qunutlarında nə dediklərini başa düşəcəklər. Hamınıza uğurlar arzulayıram.